Salam, axşamınız xeyir olsun. Xoş gördük hamını. Bugünkü mövzumuz çox vacibdir. Necə insanları dəvət etməliyik ki, həm özümüz rahat olaq, həm də qarşı tərəf maraqlansın. Bəzən yox eşidəndə ruhdan düşürük, elə bilirik ki, alınmadı, amma əslində hər yox bizi bəliyə yaxınlaşdırır. Gəlin bugünkü birlikdə öyrənək necə qorxusuz, təbii və uğurlu dəvətlər etmək olar. Xahiş edirəm, çatlarda yazasınız. Dəvət edəndə nə hiss edirsiniz? Məsələn, həyəcan, qorxu, qərarsızlıq, maraq. Çatlarda yazın. Kim nə hiss edir dəvət eləyəndə? Qorxu, həyəcan, həyəcan, həyəcan. Görürsünüz, hamımız bu hisslərdən keçmişik. Amma fərqi ondadır ki, kim dayanır, kimsə davam edir. Niyə insanlar dəvətdən qorxur? Əslində, mənim anladım. Kimin səsi açıqdır, görmürəm. Nə üçün bizi yoxlar, əslində bizi yox deyil, rədd edilmə hissi qorxudur. Yəni, biz yox deyil, bizə yoxu eşitməyə qorxmuruq, o qədər ki, bizi qəbul eləməsinlər, biz ondan qorxuruq. Bizdə iç səs olur ki, birdən bəyənməz, birdən pis düşünər, amma dəvət satmaq deyil, fayda paylaşmaqdır. Biz insanlara seçim veririk, bilik və fürsət veririk. Heç olubmu kimdəsə yazmısınız, yox deyiblər və siz artıq başqa adamla yazışmaq istəməmsiniz. Kimdə belə olub, plus qoysun. Çatlara plus qoyun. Aktiv olaq. Kimdə belə olub? Yox deyiblər və siz sonra dəvət eləmək istəməmsiniz. Baxın, çoxumuzda olub. Amma bugün o qorxu bitəcək. Çünki hər yox təcrübədir və sizi bəliyə aparacaq. Ən uğurlu dəvət o dəvətdir ki, qarşı tərəfdə özünü rahat hiss etsin. İnsan hiss etməlidir ki, sən ona bir şey satmaq yox, dəyər vermək istəyirsən. Bunun üçün bir əvvəlcədən körpü qururuq, sonra təklif və dəvət edirik. Körpü qurmaq metodlar. 2 addım səmimi və təbii danışıq. Səni çoxdan görmürəm, necəsən? Səni düşünürdüm, çünki bir mövzu var idi, elə bir sənin üçün yazılıb. Bir sualım var idi, amma əvvəlcədən halını soruşun. Qızıl qayda, bunu yazın. Körpü olmadan təklif divar kimidir. İkincisi, təklif mərhələsi. Körpü qurulandan sonra maraq oyadan keçid gəlir. Sənə bir təklifim var, maraqlı ola bilər. Bir mövzu var, sənə uyğun olduğunu düşünürüm. Bir sistemlə tanış oldum, sənin üçün də maraqlı ola bilər. Bu cümlələrdə təzyiq yoxdur, amma maraq var.
Üçüncüsü, dəvət mərhələsi. Master klasa, görüşə və ya izləməyə. Artıq konkret addım. Bizdə bu həftə master klas olacaq. Mən master klasa gedəcəm. Gedək mənimlə. Yaxud da ki, mən səni dəvət edirəm master klasa. Gəl fürsətdən istifadə elə. Sənin səhəndə yaxın bir mövzu var, baxmaq istəyirsən, 5 dəqiqəlik videolar məsəl üçün atırsınız. Qərar verərsən. Qayda, təzyiq yox, maraq var. Dördüncüsü, əlaqə qurma. Əgər insan indi maraqlanmırsa, hörmətlə ayrılmaq lazımdır. Heç problem deyil. Bil ki, bu mövzu sənə uyğun olanda mən buradayam. Bilirəm, indi vaxtın yoxdur, amma gələcəkdə maraqlananda mənə yaz. Uğurlu dəvət o deyil ki, insan bəli desin. Uğurlu dəvət odur ki, insanın səninlə ünsiyyətdə qalmaq istəsin. Yox, eşidəndə nə etməliyik? Bir hekayə danışacağım sizə. Bizim komandada bir qız var idi. O, bir neçə nəfər yazdı, dəvət etdi, amma hamı ona yox dedi. O mənə dedi ki, məndə alınmır. Bəlkə mən bacarmıram. Mən isə dedim ki, əksinə, sən artıq bacarırsan. Çünki hərəkətdəsən. Uğur hərəkətdə doğulur, gözləməkdə yox. Hər yox sənin bir addım bəliyə yaxınlaşdırır. Əgər bugün 5 nəfər yox deyirsə, deməli 6-cı nəfər sənə hə deyəcək. Uğursuzluq cəhd etməkdir. Davam edən insan uduzmur, o öyrənir. Hər şeydə təcrübə yığırsınız. Əgər sizə yox desələr, özünüzə nə deyərsiniz? Mən təcrübə qazanıram, mən hər yoxla böyüyürəm, mən uğura doğru gedirəm. Bu, qalib düşüncədir. Qalib olmaq hər yoxdan sonra da addım atmaqdır. Kim yoxu sakit qarşılayırsa, o artıq qalibdir. Yeni gələn partnyorlarımız var və onların düzgün davranışı necə olmalıdır? Təcrübəsi az olan partnyorları işi danışmaq yox, dəvət etməkdir. O insanın ustadını yanına gətirir, özü müşahidə edir, öyrənir. Məsələn, mən bir tanıdığım bir təcrübəli bir insan var, istəyirsənsə onunla tanış edin və ya sənə bu mövzu ilə bağlı ən düzgün məlumat verəcək insanlarla tanış edəcəm səni. Bu həm peşəkar görünür, həm də qarşı tərəfdən etibar yaranır. Yeni gələn danışmır, körpü yaradır. Ustad danışır, o isə öyrənir və inam qazanır. Dəvət xahiş deyil, dəvət körpüdür. O körpü sənin yeni insanlara, yeni fürsətlərə aparır. Əgər yoxdan sonra dayanmadınsa, sən artıq qalibsən. Uğur hərəkətdir, qorxu da deyil. Hər bir dəvət kiminsə həyatına işıq salmaq fürsətdir. "24 saat ərzində bu tapşırıqdır. 24 saat ərzində 10 nəfəri dəvət etmək." Çata yazın. Kim razıdır? Ürəkli olun. 10 nəfər dəvət etmək.
Əla. İndi keçdiyim bir təlimdən maraqlı bir cümlədən yazın. Əla, əla. Maraqlı hansı cümlə dedim, onu yazın. В одно ухо влетело, в другое вылетело, что ли, так? Məni eşitdiniz, mənlə danışdınız. Çox sağ ol, Çınarə. Hər yox səni xatırlatsın. Mən gedirəm, mən çalışıram, mən güclənirəm. Qorxusuz addım atan insan heç kim dayandıra bilməz. Əla. 24 saat varısı tapşırıqdır 10 nəfəri dəvət etmək. Qorxursunuz yenə dəvət etməkdə. Siz bilməlisiniz ki, siz hardasınız və siz insanlara nə təklif edirsiniz? Nə üçün bunu edirsiniz? İndi mən dəvət edirəm Fərdə xanımı. Maraqlı bir söhbət eləyəcək. Onu da diqqətlə qulaq asın. Dediklərini yazın. Çünki onun da dedikləri sizi uğura gətirəcək. Çox sağ olun Uma xanım. Komanda axşamınız xeyir olsun. Hamınızı xoş gördük. Və biz mütəmadi olaraq lider korpusu kimi görüşürük. Məqsədimiz bir dənədir. Komandalarımız çox uğura irəli addımlarla uğura addımlasınlar. Konkret olaraq qarşısına məqsədlərini qoysunlar və ona doğru irəliləsinlər. Və ilk öncə qeyd etmək istəyirəm ki, hər kəs bir düşünsün ki, bilirsiniz ki 30-cu yubiley ilidir və kampaniya bir çox imtiyazlar yaradıb, elə bir şeylər ki, heç zaman bizdə olmayıb onlar, ancaq bu imtiyazlar 30-cu biznes ilində var. Və 30-cu biznes ilində mən hansı pillədə olacam, mən hansı uğur qazanacam, onu özünüz üçün mütləq qeyd eləyin, hər gün onu oxuyun və düşünün ki, buna görə mən var gücümlə çalışmağa hazırammı? Bax, bunu mütləq özünüz üçün bir aksiyoma kimi özünüz üçün saxlayın beyninizdə ki, 30-cu biznes ilində mən harda olmaq istəyirəm? Bu cür imkanlarla, bu cür imtiyazlarla. Və teoretik olaraq bilirsiniz ki, Qromovalar komandası çox fərqlidir. Yəni bizdə olan təlimatlar, bizdə olan deməli biliklər, bizdə olan təcrübələr çox yüksək səviyyədədir və hamısı standart səviyyəsindədir. Yəni standartlara uyğun olaraq və etik normalara uyğun olaraq və biz hər zaman bu ilə fəxr eləmişik. Amma bilirsiniz ki, teoretik olaraq hansısa bir bilikləri əldə etmək əlbəttə ki, vacibdir. Lakin hər bir teoriya mütləq təcrübəyə mütləq sıx bağlıdır. Və biz nəyisə bilirik ki, nəyisə eşitdik
işlətdiksə, baxın Uma xanım nə qədər maraqlı cümlələr, ifadələr işlətdi ki, bunu biz hər zaman danışanda, dəvət edəndə biz onları istifadə edə bilərik və mən də özüm üçün bir neçə qeydlər apardım. Çox sağ olun, təşəkkür edirəm Uma xanım. Çünki hamımızın fərqli təcrübəmiz var. Və bugünkü dəvət birbaşa mənim indiki biznes alətimlə bağlıdır. Niyə? Çünki biz dəvət edən zaman çox böyük məsuliyyət hiss edirik və düşünürük ki, biz onu necə edək ki, hansı ifadələr işlədək, hansı təcrübəmizlə bölüşək ki, biz o insana o marağı oyadaq onda. Lakin ikinci hissə daha çətindir. Biz insanı dəvət etdik, fərqi yoxdur. İstəyir müştəri olsun, istəyir biznes tərəfdaşımız olsun və biz üzərimizə böyük bir məsuliyyət götürürük. Və bu məsuliyyət nədən ibarətdir? Bizim biznesimiz nədir? Bizim biznesimiz komanda işidir və bizim biznesimiz insanların resurslarından köklənən bir biznesdir. Ona görə də biz hər zaman, yəni baxın, hansı sahəyə baxsaq, inanın ki, robotlar, nə bilim, hansısa bir terminallar, hansısa bir aparatlar insanı əvəz edə bilir. Hansı sahəni götürsək, biz orada onu nümunə kimi görürük. Yeganə bizim biznesimizdir ki, onu resurs kimi insan deməli, vacibliyi, ünsiyyətin vacibliyi heç bir şey əvəz etməyəcək. Bu belə olub, olacaq, var və olacaq. Çünki bir daha təkrarlayıram ki, bu bizim insanların biznesidir. Ona görə hər zaman bizim komandaya ehtiyacımız olacaq, komandanın isə bizə ehtiyacı olacaq. Bizim komandaya ehtiyacımız ondadır ki, biz missiya daşıyırıq. Və onu kim hiss eləyirsə, bilirsə, nə gözəl. Biz sağlamlıq və gözəllik sahəsində çalışırıq. Bu çox önəmlidir indiki vaxtda və hər zaman öndə olacaq. Komandanın bizə ehtiyacı məlumatda və təcrübəmizlə bölüşməkdə. Çünki biz bu yolu keçmişik və sizi də məhz bu yolla sağa, sola, nəsə bir şeylər fikirləşməyə ehtiyac yoxdur. Artıq bu yol, bu cıdır deyirlər buna. Yəni bu uje yəni qoyulub və biz sadəcə olaraq addımlayırıq. Bizim deməli teoriya ilə mütləq praktikamız birlikdə addımlamalıdır. Yəni buna imkan da var. Mən bugün nə isə öyrəndim. Artıq sabah başlayım onu istifadə eləməyə və təbii ki, nəticə almağa. Kim bizdə uğur qazanmır? Kim deyir ki, məndə alınmadı? Yalnız və yalnız o insan ki, nə isə öyrəndi, amma etmədi. Heç etməyə cəhd də göstərmədi. O özünü anladıb ola bilər ki, desin ki, həmən bir nəfərlə danışdım, alınmadı, nə bilim, o birisine dedim, nə bilim. Bilirsiniz, ətrafınıza baxın, hamı bizim müştərimizdir, hamı. Sadəcə olaraq hər kəsin öz marağı var və o marağa toxunan zaman artıq onlar bizim olur. Və mən çox pis baxıram nəyə ki, biz müştərilərimizi rəqiblərimizə veririk, verə də bilərik. Yəni o çox təhlükəli bir, necə deyim, prosesdir ki, biz nədənsə diqqət qaçırtdıq və kimsə ona bizdən artıq diqqət yetirdi. Bax, bunu unutmayın. Çünki konkurensiya çox böyükdür. Tək bizim şirkətdən söhbət getmir, ümumilikdə söhbət gedir. Bizdə yəni az riskdir, yəni komanda olaraq. Çünki gələndən istəyir müştərilərimizə, istəyir biznes tərəfdaşlarımıza çox diqqət yetirilir və ayrı-ayrılıqda, individual olaraq işlər aparılır. Amma yenə də biz məktəbdə oxuyanda müəllimə bizə öyrədirdi, biz orada yazırdıq, amma ev tapşırığını harda eləyirdik? Onu möhkəmləndirmək üçün, o mövzunu möhürləmək üçün biz onu harda eləyirdik? Özümüz evdə.
təkbətək və yaxud da məsələn valideynlərimizlə. Düzdür? Amma burada təbii ki, valideynlər artıq biz bilirik, məqsəd qoymuşuq və bilirik hara gedirik. Ona görə də o kontrol, o sama kontrol özümüzdə olmalıdır. O disiplin özümüzdə olmalıdır. Və bugünkü gündə Uma xanımın mövzusundan belə akuratlı mənim mövzuma keçərək bir daha təkrarlayım ki, dəvət etdik və əsas iş məhz bundan sonra başlayır. Bizim hər birimiz, nəyə görə mən indi müştəri bazasından danışacağam? Yəqin ki, siz onu bilirsiniz ki, hər bir məsləhətçinin, hər bir biznes tərəfdaşın özünün müştəri bazası var. O müştəri bazasını biz hər zaman tamamilə fərqli olaraq seçirik onları. Məsələn, mən Uma xanıma nəsə yazsam və eyni zamanda müştərilər də yazsa, mən bilirəm ki, Uma xanım məni saxlayacaq, sonraya birinci müştərisinə cavab verəcək və bu düzgündür. Çünki mən başa düşürəm ki, Uma xanımın işi ola bilər və mən bir müddət, yəni bir müddət keçə bilər üstünə, amma müştəri dərhal istəyir ona diqqət yetirsinlər, dərhal istəyir ona cavab versinlər. Yəni, bax, bu bizim sevimli müştərilərimizdir və hər bir biznes tərəfdaşda o müştərilər var. Biz onları dəvət eləyəndə, hansısa bir proqramları yazanda təbii ki, nəticə alırlar, çox sevinirlər, bizə təşəkkürlərini bildirirlər. Sonra nə baş verir? Bilirsiniz ki, insan yaxşı olanda, hansısa bir problemi olanda artıq bəzi şeyləri yaddan çıxarmağa başlayır və fikirləşmir ki, o problema o bir günə yox, bir illər boyunca və hansısa səbəblərdən gəldi çıxdı. Və bu problem yenə də olmasın və yaxud da başqa bir şey olmasın, o davamlı tanış olmalıdır məhsullarla və ümumilikdə mağazasının, aptekın dəyişməlidir. Və biz hər zaman bunu müştərilərimizə deməliyik və onların yadlarına salmalıyıq. Və müştərilərə diqqət yetirmək üçün biz belə bir texnologiya düşünmüşük. Hamımız birlikdə fikirləşmişik ki, içi biz olmaq şərti ilə. Çünki hər bir liderin də bilirsiniz ki, özünün müştəri bazası var və biz düşünmüşük ki, müştəri bazamız üçün biz nə edək ki, onlarla daha yaxın olaq. Daha bir-birimizə, necə deyək, sevib sevilək. Daha da bizə inam artsın. Biz müştərilərə xüsusi ayrıca diqqət, hər birinə ayrıca diqqət yetirmək üçün belə bir texnologiya düşünmüşük. Və bu texnologiya artıq başlayacaq işləməyə və biz onu artıq özümüz eləmişik öz aramızda və bu artıq yəni işlək bir texnologiyadır. Bilirsiniz ki, təcrübəmizlə hər zaman hamı ilə də bölüşürük. Deməli, baxın, həftədə iki dəfə bizim müştəri saatımız olacaq. Müştəri saatı, müştəri çatı yox. Hər birimizin müştəri çatımız var. Düşünürəm ki, var. Olmasa da evi yoxdur. Bax, bu texnologiya ilə siz müştəri çatı da özünüzə arxayıncasına açıb istifadə eləyə biləcəksiniz. Müştəri saatı nədir? Müştəri saatı odur ki, məsələn, biz hansısa bir rolikla bölüşürük, hansısa bir məlumatlarla bölüşürük, statusa bölüşürük, qruplarımıza atırıq. Məsələn, kimisə Instagram səhifəsi var, Instagram səhifəsinə göndəririk, kimisə TikToku var, TikToka göndəririk. Ola bilər bizim bazamızda olan müştərilər və yaxud da kontaktımızda olan insanlar ona baxsın və yaxud da baxmasın. Baxsın, keçsin ki, qoy bunlara da eləyim, sonra danışaram, soruşaram, görün bu nə idi? Yəni, daha dəqiq məlumat alım. Amma sonra ola bilsin ki, yadından çıxsın. Amma müştəri saatı bu məqamları aradan qaldıracaq. Özü də dərhal qaldıracaq. Baxın, deməli, 1-ci gün və 4-cü gün bizim bir saatımız məhz bax bu müştəri saatına sərf olunacaq. Nəyə görə biz bu günləri seçmişik? Bilirsiniz ki, həmin günlərdə bizim deməli heç bir təlimimiz olmur.
bir dənə rolik çəkilir. Bir dənə. Bu rolik ola bilər ki, bir məhsul haqqında məlumatlı olsun və yaxud da bir proqram haqqında məlumat olsun. Bu roliki biz götürürük, ilk öncə paylaşırıq statuslarımızda. Gün ərzində. Sonra isə, yəni həmin vaxtda da eləmək olar, qruplarımızda paylaşdıq. Instagram səhifəmizdə, nə bilim, TikTok səhifəmizdə. Hamımız eyni roliki paylaşdıq. Və axşam saat 8-də biz yığışırıq Zoom-a. Yığışırıq Zoom-a. O roliki müzakirə edirik, cüzi ki, əsas məsələn suallar olsa nə cavablar verməliyik və 5 dəqiqədən sonra o Zoom-dan ayrılırıq. Və bir də görüşürük 1 saatdan sonra. 1 saat ərzində biz nə edirik? Deməli, baxın, bir komandadır və orada bir liderin, məsələn, 5 dənə biznes tərəfdaşı var, professionalları. O 5 dənə professionalın 2 dənə, 3 dənə BT 5000-i var. Nə bilim, 2500-ü var. Yəni, fərqi yoxdur. Bütün biznes partnyorlar toplasaq nə qədər olar? 50 nəfər olarıq, elə bir dəqiqə 43 nəfər ilə buradayıq. Düzdür? Təsəvvür edin ki, 1 saatın içində 43 nəfər müştərilərinə, hər kəs öz müştərisinə, hamıya yox. Hər kəs öz müştərisinə. Yəni, siz öz biznes tərəfdaşlarınızı da dəvət edirsiniz həmin müştəri saatına. Onlar da bundan xəbərdar olsun. Və onlar da öz müştərilərinə göndərsinlər. 1 saat ərzində biz qrupda, kimin qrupu yoxdursa, kontaktında insanlara hamısına göndəririk. Göndərən zaman biz nə deyirik? Məsələn, mənim qrupumda olan layaq yox, mənim zəngimdən zəngimə cavab verən müştəri və yaxud da özü haçansa istəyir və yaxud da 6-cı ay zəng eləyirəm ona ki, ay filan kəs gəl kartun bağlanacaq yoxsa, məsələn, ya da cashback-un var, ya nəsə. Fərqi yoxdur. Aktiv və pasiv. Sadəcə olaraq hərə ilə öz, belə deyək, dilində danışırıq. Deyirik ki, məsələn, aktiva deyirik ki, salam Lalə xanım, mən bu günləri çox maraqlı bir məlumatla statusumda paylaşmışam. Qrupda da siz varsınız və bilmək istəyirəm, əslində siz ola bilsin ki, baxmısınız o rolika, amma yenə də olsun ki, bəlkə də vaxtınız olmayıb, amma yenə də olsun ki, istədim ki, sizin diqqətinizə bu deməli məlumatı çatdırım. Səsli göndəririk. Roliki göndərdik, dalıcan səs göndəririk. Bu məlumatı çatdırım. Baxın, sizə maraqlı olsa, sizin sualınız olsa, mütləq mənə geri dönüş edin, mən gözləyəcəm. Eyni zamanda mən əlavə nə eləyirəm, məncə bu da lazım olacaq. O rolikin altında balaca bir, hamıda GPT chatı var, düzdür? Məsələn üçün biz stres proqramını göndərmişiksə, GPT chata deyək ki, stressə məsələn qarşı nə etmək lazımdır və yaxud da hansısa bir sualı veririk. Yəni o təbii ki, mövzuya aid, ha. Və yaxud da məsələn təkcə xronoloqu göndərmişiksə, xronoloq haqqında yazı məlumatı da göndəririk. Səsimizi, roliki göndərdik, səsimizi göndərdik, yazı məlumatı da göndərdik. 1 saat. Heç nə eləmirik. Məhz bu işlə məşğuluq. Fərqi yoxdur. Siz ola bilər o 1 saat ərzində 5 nəfərə çatdıra bilərsiniz onu göndərməyə, 10 nəfərə çatdırıb göndərməyə, fərqi yoxdur. Amma biz 43 nəfər 1 saatın içində hərəmiz 10 nəfərə məlumat göndərdik. İndi siz mənə deyin görüm ki, hesablayın görüm ki, komandada neçə adam 1 saat ərzində xronoloq haqqında məlumat aldı. Kim tez hesablaya bilər? 43-ü vururuq 10-a. 420.
430 nəfər. Hə, 420. Ha, 43. Hə, Şimdi 42 nəfər. 42'dir, Hə. 43'tür ben eleştim. Təsəvvür edin ki, bir saatın içində 420 nəfər xronoloq haqqında məlumat aldı. İndi söhbət komandadan gedir. Baxın, bir daha mən deyirəm. Siz dediniz, adınız nə? Dinara, sizsiz deyəsən, hə? Dinara dedi də 42 nəfər. Düzdür. Neçə nəfər partnyorunuz var? 1000, 2500, yəni biznes partnyor tərəfdaşlarınız neçə nəfər var? Fərqi yoxdur. 500 bal eləyir, 100 bal eləyir, fərqi yoxdur. Təxmini neçə Bir. nəfər tərəf? Bir tərəfdaşınız var. Aha, siz daxil oldunuz müştəri çatına. Siz müştəri çatına yox, Zoom-a, müştəri saatına daxil oldunuz və 10 nəfərsiz, 10 nəfər də sizin biznes partnyorunuz. Bir saatın ərzində 10 nəfərə məlumat göndərdiniz. Komanda olaraq neçə nəfər sizdən məlumat aldı? 20 nəfər. 20 nəfər. 20 nəfərdən heç zaman ola bilməz ki, ən azından 5 nəfər nəinki geri dönüş. Geri dönüş hamı eləyəcək bu müraciətdən sonra. Amma yəni hərənin deməli geri dönüşü fərqli olacaq. Amma 5 nəfər sizdən mütləq soruşacaq xronoloq barəsində ətraflı. Bax, onda уже dilimiz açılır. Tak? Və başqa bir şeylər də deyirik. Çünki artıq müştəri özü kontakta girdi bizimlə. Biz onu maraqlandırdıq və iş bizimdir. İnanın ki, siz çatlarınızda belə işləsəz və baxın, bir saatın içində, bir saatdan sonra biz görüşürük. 8-də biz başladı, 8-də biz girdik Zoom-a, 9-a 5 dəqiqə işləmiş, hamımız məlumat aldıq, Zoom-dan çıxdıq və ona 5 dəqiqə işləmiş, biz yenidən görüşürük. Və hamımız bir-birimizə deyirik. Məsələn, o deyir, mən 5 nəfərə göndərə bildim. Niyə? Ona görə ki, geri dönüşüm oldu. İstədim tez-tez cavab verim. Ona görə bir saatın ərzində cəmi 5 nəfərə çatdım. Ola bilər kimsə desin ki, 10 yox, 15 nəfərə göndərdim. Heç kimə cavab vermirdim ki, tez-tez göndərim, sonra hamıya cavab verim. Ola bilər ki, standart olaraq 10 nəfərə və biz bu nəticələr, kim məsələn geri dönüş etdi, artıq cavab, hətta siz də cavablandırdınız, o təcrübə ilə bölüşəcəksiniz. Kim məsələn daha çox elədi, o təcrübə ilə bölüşəcək və biz hamımız yenidən hardasa bir 15 dəqiqəlik yenə də o müzakirəni eləyəcəyik. Sonra isə, baxın, qrupda 59 nəfər var məndə. Təbii ki, mən o bir saatın içində 59 nəfərə mümkün deyil. Nə eləsən də mümkün deyil, mən onu göndərim. Düzdür? Mən nə edirəm? Deməli, birinci gün əgər mən o müştəri saatına daxil oldumsa, başladım işimi görməyə, əzizlərim, heç kim sizə demir ki, bütün günü oturun, sonradan o roliki hamıya göndərin. Yox, bizim gün ərzində bir neçə vacib işlərimiz var. Biz informasionikada baxmalıyıq, kataloq da göndərməliyik və yaxud da paylaşmalıyıq, master-klasslarımızı da eləməliyik, sosial şəbəkələrdə də paylaşmalıyıq, yəni tədbirdə də olmalıyıq, təlimdə də olmalıyıq. Amma bu da bizim gündəlik işimizin bir hissəsi olacaq. Və nə baş verir? Təbii ki, 10 nəfərə göndərdik, bir balaca yorulduq, hələ bunun cavab verməyi var və sabaha bizim işimiz var. Səhər durub fikirləşməyəcəyik, biz görəsən bugün neyini? Davamlı olaraq qrupda 10 nəfərə göndərdin, qaldı 30 nəfər. Davamlı olaraq indi bu səfər olaraq düz növbəti müştəri saatına qədər. Yəni, birinci gün biz bunu etdik, ikinci gün biz davam edirik, üçüncü gün biz davam edirik. Yenə də deyirəm, bütün günü yox. Məhz hansısa bir saatda. Və dördüncü gün artıq yenidən deməli bunu edəcəyik. Mən sizə çox qısa bir epizod danışacağım və bu mənim nəticəmdir. Əslində artıq nəticələr çoxdur. Deməli, hardasa pandemiyadan qabaq 5 il olar, mənim çox aktiv bir
biznes tərəfdaşım var idi və o özü üçün çox, yəni məhsulu çox sevdi ilk elə əvvəldən. Sonra ailəsinə, sonra hamıya başladı danışmağa o barədə. Sonra isə pandemiya zamanı düşdü. Xanımın əslində ailəsi də var, uşaqları da var, amma yəni xronoloq o qədər işdi ki, axır yenə də hamilə qaldı. Təbii ki, yəni gözlənilməyən bir şey olduğu üçün təbii ki, sevinirdi və sonradan əzizəm, düz 4 il, uşağın 4 yaşı var indi. 4 il bu insan ümumiyyətlə, yəni Siberian Wellness şirkətindən heç nə almırdı. 4 il. Deməli, o proses necə baş verirdi? 4 il ərzində mən ona yazırdım və yaxud da onun iş yoldaşı var ki, o dəvət eləmişdi. Mən onu ilə yaxınam, yəni o mənə cavab verirdi. Mən ona deyirdim ki, Sevinç, Navad xanıma deyinə, zəhmət olmasa kartı bağlanacaq, özü üçün nəsə alsın. O da ona deyirdi, o da gedirdi, onun üçün nəsə alırdı, işdə aparıb verirdi bir dənə bir şey. Ki, licbi kartı bağlanmasın. Deməli, mən növbəti bu müştəri saatı başlayanda mən yenə də yazdım ona. Roliki göndərdim, səs göndərdim, yazı göndərdim. 4 il bu insan mənimlə danışmayıb. 4 il. Yəni ünsiyyətə girib, danışmayıb deyəndə küsməmişik, sadəcə ünsiyyətə girməyib. Necədir siz üçün? Oy Fərdə xanım, nə yaxşı siz mənə yazdınız. Elə bil yazmamışam ona bu vaxta kimi. Lap yerinə düşdü. Mən sizə bir-iki sualım olacaq. Sonra da mənə sifariş eləyə bilərsiniz. Düzdür, mən indi məzuniyyətdəyəm, işə getmirəm və heç bilmirəm harda o vaxtı Elmlər Akademiyasında yəni yaxın idi, iş yerimə gəlirdim, amma indi çox uzaqdır. Hamısını ona od idi. İnternet mağaza, nə bilim, hamısını ona qəşəng gəlir. Hə, yəqin ki, söhbətə bax, yəqin ki, kartım bağlanıb. Dedim ona ki, Navad xanım, siz mənim üçün çox dəyərlisiniz. Və sizin kartınızın bağlanmaması üçün mən bu 4 ildə çox çalışmışam. Və siz də çalışmışsınız. İndi imkanınız olmayıb Sevinç xanımı göndərmisiniz və yaxud da mən məsələn Sevinç xanıma demişəm ki, mən Navad xanıma bağlanmasın kartı deyənə deyir, mən çatdırmıram məsələn. Dedim, eyb yoxdur, mən nəsə eləyərəm. Yəni bu razılıq əsnasında olub da, bir-birimizin razılığı ilə olub. Çoxlu mənə təşəkkürlər bildirdi ki, mən ona qoymamışam kartını bağlamağa və bu ay başlayıb bu. Bax, bu ayın əvvəlindən. Bugünkü gündə xanım 200 ballıq yenə məhsul aldı. Müştəridir. 4 il bu insan məni ilə ünsiyyətə girməyib. Təsəvvür eləyin. Bu balaca bir epizoddur. Yəni belə epizodlar mən sizə indən belə bəlkə bir 20-30 danışa bilərəm. Chatda olan insanların kartları bağlanmış insanları çıxartmışam üzə. Sonra yaşayış yerlərini dəyişib, axtarıb bilməyənlər ki, hardan, necə eləyim, nə alım. Çətindir axı Fərdəyə yazmaq. Hə, telefonların dəyişib kontaktı itirən adamları tapdım. Axır hamısını tapdım. Deməli, neynədim? Bu olub keçən həftə 4-cü gün. 1 saatın ərzində mən onu göndərdim. Sonra isə düşündüm ki, yox Fərdə, sən belə eləyəcəksən. 3 dənə qrupum var mənim. Biri Rus qrupudur, biri regionlar qrupudur, biri də Bakı qrupu. Sən bir dənə qrupa bu roliki göndərəcəksən. İstəyir ölsün də göndərəcəksən. Və sənin cəmi bir gün vaxtın var. 4-cü gün mən başladım, 5-ci gün hardasa 4-5 arası mən onu bitirdim. 59 nəfərə eyni məzmunda, eyni roliki mən göndərdim.
bütün bax bu dediyim şeylər hamısı baş verdi. Yenə də o chatdan kimlərisə özüm üçün belə deyək açılış elədim. Yəni nəyə gətirirəm sözümü? Müştəri bazası, yəni hər birimizin var. Çox güclü bazadır. Və bizə hər zaman perspektiv olan bir bazadır. Yəni müştərilər sonradan məsələn bilirsiniz ki, biznes tərəfdaş da ola bilər. Bu bir. İkincisi isə müştərilər sadəcə olaraq bizim VIP, loyal və hər zaman gəlir etmək üçün bizim güclü bazamızdır. Bax bu texnologiyanı artıq biz 4-cü gündən, yəni biz məsləhətləşdik, belə bir texnologiyanı təklif eləyirik. Amma düşünürəm ki, siz də aktiv, yəni yəqin ki, indi hər kəsən sözünü də deyə bilər. Nəticəsi burada eləyənlər də var. Bilirəm ki, nəticəsi ilə də bölüşə bilər və yaxud da kimsə öz fikrində deyə bilər. Necədir? Mənə gəlir ki, çox möhtəşəmdir. Həqiqətən çox möhtəşəmdir. Əgər insan onu tətbiq etsə və başlasa onunla bərabər işləməyə, belə bir inanıram ki, istədiyiniz ranga tez bir zamanda çatacaqsınız. Ona görə fəal olmaq lazımdır, aktiv olmaq lazımdır və adam var ki, iş tapmır özünə. Bu da iş. Gün ərzində iş tapmır. Nə görürsən? Bu elədim də, falan şey elədim də. Yox, o konkret. Deyilən ki, bu 10 nəfərə mən göndərəcəm. Həmin o qorxu, həmin o həyəcan, hamısı onun içində gedir, ha? Elə tez müalicə olunur bu müştəri saatı ilə. Elə tez müalicə olunur. Bu bir. İkincisi, qorxu dedikdə ya hə deyəcək, ya yox deyəcək. Səni gəlib evində döyməyəcək, səni söyməyəcək, sənə nə bilim nə də deməyəcək, heç bir şey. Amma bizim üçün bu çox böyük, dəyərli bir proseslərdir. Biz təcrübə yığırıq. Biz təcrübə yığırıq özünüzə ilk öncə. Biznesdə kimdir? Kimdir biznesdə başda duran? Mən. Mənim biznesim mənlə başlayır. Sonra isə keyfiyyətli məhsul, sonra isə güclü kampaniya, partnyor kimi. Amma ilk öncə mənim məqsədim, mənim nə qədər ona hazır olmağım. Bu çox önəmlidir. Və biznesi təklif eləyəndə, bunu da yəqin ki, biz işləməliyik. Uğur tarixçəmizin Умочка, как сказать, предлагаем бизнес через историю успеха. Təklif eləmək öz uğur tarixçamızdan keçir də, yəni. Və uğur tarixçə, bəli, uğur tarixçəmiz isə hamımızın fərqlidir. Kimsə tezə gələr deyir, mən görəsən nə danışacağım? Mənim əzizlərim, bizim bir təlimimiz oldu. Mən öz sinif yoldaşımı dəvət elədim təlimə. Mən prosto dedim, bax səmimi, sən burada heç kimi tanımırsan. Səmimi, sən bura niyə gəlmirsən? Dedi, ona görə ki, mən uğurlu xanımların içərisində olmağı hər zaman axtarmışam. Uğur deyil bu. Uğurdur. Mən elə belə deyirəm. Məsələn, təklif eləyirəm biznesi. Məsələn, mənə deyəndə mən yeniyəm, amma mənim böyük bir planlarım var və ilk öncə məni maraqlandıran oldu ki, mən uğurlu insanların içindəyəm. Enerjili insanların içindəyəm. Bu da uğurdur. Vacib deyil, mən maşın almışam, səyahətə getmişəm də. Xeyr, bax, uğurun, mən həmişə nə deyirəm, uğurun balacası böyüyü yoxdur. Çox danışdım deyəsən, hə? Yorulduq. Amma bir çıxır ona görə. Bax belə, yəni mütləq uğur tarixçəmizi də edək və çünki müştəri saatında biz ünsiyyətə girəndən sonra müştərimizlə gözəl münasibət qurduqdan sonra diqqət eləyin, mən göndərmişəm WhatsApp-a
göndərmişəm statusa, göndərmişəm qrupa, amma istədim şəxsən sənə göndərim. Bu çox yəni dəyərli bir ifadədir. Kimsə mənə onu desə, mən dərhal ona reaksiya verərəm. Dərhal mən ona nəsə bir xoş söz göndərərəm və yaxud da mövzu ilə əlaqəli cavablandıraram. Bax belə əzizlər. Bu qədər umaqam. Bu mövzu genişdir, böyükdür, amma bunu praktika əsnasında biz daha da genişləndirəcəyik. Davam edəcəyik inşallah. Çox sağ olun Fərdə xanım. Çox gözəl bir biznes instrumentdir, hansını ki istifadə eləməyə çox vacib lazımdır. Və əgər sizin hansısa bir məqamda suallarınız varsa, mövzuya aid, buyurun, suallarınızı verin. Əgər yoxdursa, sağollaşaq inşallah. Yoxdur deyəsən. Yox, var. Nəsə kimsə yazır. Superdir. Kim yazdı? Fuad müəllim yazdı bizə. Sonra Zəhra xanım. Baha başa gəlib. Nədir o baha başa gələn? Sonra isə, bəli, tam doğrudur. Həm uğurlu xanımlar. Uğur tarixçimiz. Və bilirsiniz ki, nastavnikimiz var, rəhbərimiz var, hansı ki onu da hər zaman və heç zaman ondan qorxmur. Çünki bizim texnologiyamız var. 2 üstə gəl 1. Uğur tarixçəmizi danışmağa qorxursunuzsa 2 üstə gəl 1. Biraz özünüzdən danışacaqsınız, sonra isə təbii ki nastavnik sizi поддержка edəcək. Поддержка. Bəli. Dəstək. Bu haqda danışmışdım. Yenə də demək istəyirəm ki, biz görüşdə olanda bizim Yevgeniy Gromov demişdi ki, hər bir insan motordur. Biz sadəcə turbo eləyirik. Ancaq motor olmasa turbo işləməyəcək. Yəni insan özü gərək nəsə istəsin, nəsə eləsin ki, onu da gücləndirən bir vasitə olsun. Uğurlarınız bol olsun, gecəniz xeyrə qalsın. Yenə düşünməyə bir tema oldu. Sağ olun, salamat qalın. Çox sağ olun. Super, super. Sağ olun. Çox